Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyevə ağır itki üz verib. Hikmət Hacıyevin atası Fərhad Hacıyev axşam saatlarında dünyası dəyişib. Məlumata görə 87 yaşlı Fərhad Hacıyev ürək tutmadan vəfat edib. Qeyd edək ki, Fərhad Hacıyev sabah Gəncədə dəfn olunacaq. Şəmkir rayonunda yanıq xəsarətləri alan şəxs vəfat edib. Martın 21-də Bakı şəhərindəki xəstəxanalardan birinə yerləşdirilən Tovuz rayon sakini 23 yaşlı Namiq Faziloğlu Yusifov ölüb. Qeyd edək ki, hadisə Şəmkir rayonunun Tatarlı kəndində baş verib. Tanışının evinə qonaq gələn şəxs fərdi yaşayış evinin hamam otağında kustar üsulla hazırlanan sobada baş vermiş ani alışma səbəbindən yanıq xəsarətləri alıb. Yaralı ilk olaraq Şəmkir rayon mərkəzi xəstəxanasına, oradan isə Bakı şəhərindəki tibb müəssisələrindən birinə yerləşdirilib. Şəxsə 2-ci dərəcəli yanıq xəsarətləri diaqnozu qoyulub. O, yerləşdirildiyi xəstəxanada vəfat edib.